Balakən rayonunun Körtala kəndində çox mənzaralı yerdə yerləşir. Gördüyümüz kimi də gölündə Beşiktaşı. Gördüyümüz Katex çayıdır. Çox mənzaralı yerdə yerləşir. Çayın yan tərəfi birbaşa meşədir. Çayın o tayı. Bu hissədə 1 hektar 62 sot torpaq sahəsi var. Çay ön tərəfdə, yan tərəfdə gördüyümüz kərpiçdən tikilmiş fermadır. İçərisində 50 baş ən azından heyvan gedər, çəkilibdir. 1 hektar 62 sotlu torpaq işıq xətti gördüyünüz kimi çəkilibdir. 1 hektar 62 sotlu. Yerində 2 hektara yaxın torpaq ola bilər. Arxa hissədə onundur. Yəni ən azından 2 hektar yeri var. Sənəddə 1 hektar 62 sotlu. Satışa çıxarılan bu ferma Kupçalıdır. Qiyməti videonun altında qeyd olunacaqdır. Ön tərəfdə maşın yoludur, yəni irəlidə. Birbaşa maşın yolundan gördüyümüz bu sahəyə daxil olursunuz. Ön tərəfdə qeyd olunduğu kimi iri Katex çayıdır. Bu hissə də maşın yolu. Bu hissə maşın yoludur. Ta elə bir bu fermaya kimi həmən bu yol gəlib çıxır. Yəni sağ tərəfdə də giriş qapısı var. Sol tərəfdə ancaq özünə aid maşın yolu var. Qiyməti videonun altında qeyd olunacaqdır. İçərisində də bir neçə sıxıma fındıq ağaçları əkilmişdir. Əsasən burada qardala əkilmişdir.